Bir şəhər var. Sən orada dayanırsan, amma iki ölkədəsən. Eyni dənizə baxırsan, fərqli bayraq görürsən. Bu uydurma deyil, adı Astaradır. İndi diqqət et. Astara sadəcə şəhər deyil, bu xəritədə edilən bir səhvin nəticəsidir. Kağız üzərində çəkilən bir xəttin. Və o xətt minlərlə insanın taleyini dəyişdirdi. Əvvəllər Astara tək idi. Nə bu tərəf, nə o tərəf var idi. Hamı eyni bazara gedirdi. Eyni toyda oynayırdı. Ayrılıq sonradan gəldi. Bu torpaqlarda talışlar əsrlərlə yaşadı. Dil formalaşdı. Adət yarandı. Heç kim sərhəd sözünü tanımırdı. Çünki ehtiyac yox idi. Astara bütöv idi. Sonra böyük dövlətlər oyuna girdi. Rusiya, İran, müharibələr. Xəritələr masanın üstündə açıldı. Xətt çəkildi. İnsan soruşulmadı. 1913-cü il Gürcüstan müqaviləsi. Adı sakit səslənir, amma nəticəsi sakit olmadı. Torpaqlar bölündü. Astaranın taleyi dəyişməyə başladı. Bu hələ son deyildi. Əsl zərbə 1828-ci ildə gəldi. Türkmənçay müqaviləsi ilə. Astara rəsmi şəkildə iki yerə ayrıldı. Bir gecənin içində. Eyni qapı iki ölkədə qaldı. Qardaş qardaşa xaric oldu. Ana övladını sərhəddə gördü. Bu tarix kitablarda yazılmır, amma yaşanıb. Şimal tərəf Rusiyanın tərkibinə keçdi. Sonradan Azərbaycan oldu. Cənub tərəf İranda qaldı. Adı dəyişmədi, taleyi dəyişdi. İki astara yaradıldı. Biri Azərbaycan astarası, biri İran astarası. Amma maraqlıdır, insanlar dəyişmədi. Dil eyni idi, yemək eyni idi, musiqi tanış idi. Sadəcə pasport fərqli idi, bu qədər. Sovet dövründə sərhəd daş oldu, keçmək yox idi. Görüşmək xəyal idi, illərlə ayrılıq yaşandı, səssiz bir ayrılıq. Buna baxmayaraq yaddaş silinmədi, insanlar adları unutmadı, kəndləri xatırladı, qohumluq qopmadı, sadəcə sustu. Azərbaycan astarası liman şəhərinə çevrildi, ticarət canlandı. Sərhəd qapısı açıldı, şəhər hərəkətə gəldi, astara yenidən oyandı. İran astarası da boş qalmadı. Bazarlarda həyat qaynayırdı. Balıqçılıq, əkinçilik, sərhəd burada da fürsət oldu. Həyat davam etdi. Ən qəribə his buradadır. İki astara bir-birinə baxır, eyni havanı udur, eyni yağışı görür, amma keçə bilmir. Toylarda oxunan havalar tanışdır. Xörəklərin dadı eynidir. Bu təsadüfi deyil. Bu bölünməyən mədəniyyətdir. Astaranın ruhudur. Bugün sərhəd əvvəlki kimi sərt deyil. Gediş-gəliş var, ticarət var, görüşlər var. Amma iz qalır. Astara bizə bir şey öyrədir. Sərhəd torpağı bölə bilər, amma insanı yox, yaddaşı, kökü yox. Bu hekayə tək Astaranın deyil. Bu bütün bölünmüş şəhərlərin hekayəsidir. Amma Astara ən canlı nümunədir. Çünki hələ də yaşayır. Hələ də danışır. Astara xəritədə kiçik görünür, amma tarixi böyükdür. Bir şəhərə sığmayan qədər, iki ölkəyə yayılan qədər. Bu da onu fərqli edir. Bugün Astara turizm üçün xəzinədir. Dəniz, meşə, dağ bir yerdə. Amma ən böyük sərvət bu deyil. Ən böyük sərvət hekayəsidir. Yaşanmış hekayə. Astaranı görmək olar, amma başa düşmək çətindir. Çünki onun ağrısı səssizdir. Səs-küy salmayıb sadəcə qalıb. İki astara var, amma bir yaddaş, bir mədəniyyət, bir kök. Bu heç kimi dəyişə bilmədi. Astara bizə bunu deyir. Xəritə dəyişə bilər, bayraq dəyişə bilər, amma insanın kim olduğu dəyişmir. Bu da Astaranın dərsidir.